Türkiyənin soyuq qış gözləyir. Tezliklə havanın temperaturu aşağı düşəcək, yağış və qar yağacaq. Turkistan Azbakupos ASA istinadən məlumat verir ki, bu haqda Hidrometeorologiya Baş İdarəsi məlumat yayıb. Qurumdan qeyd edilib ki, noyabrın 30-dan başlayaraq bölgədə hava kəskin dəyişəcək. Ayın sonuncu günü Türkiyənin 80 vilayətinə güclü yağış yağacaq. Qarlı hava şəraiti isə dekabrın 20-dən başlayacaq. Ən çox qar Sivas, Gümüşhane, Ərzincan, Bingöl, Erzurum, Muş, Bitlis, Hakkari, Van, Ağrı, Qars, Ardahan və Bayburt vilayətlərinə yağacaq. Dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir. Qardaş Türkiyədə havanın sərtləşməsi, soyuq hava kütləsinin ölkəmizə gəlib gəlməyəcəyini, Azərbaycandakı mövcud hava Bakıda bu il qışın necə keçəcəyini aktuallaşdırır. Akkuviator platformasının proqnozlarına görə yanvar ayında Bakıya da qar yağacağı ehtimal edilir. Ekoloq Ənvər Əliyev isə açıqlamasında sərt qışa hazır olmağın zərurliyini vurğulayaraq tədbir görülməsə Bakının dona biləcəyini bildirib.